Azərbaycanın Türkpada sədrliyi başa çatıb. Türk Dövlətləri Parlament Assambleyasına sədrliyi Azərbaycandan Qazaxstana keçib və Azərbaycanın Türkpaya sədrliyi nələrlə yadda qaldı bu barədə daha ətraflı müzakirə edəcəyik indi və studiyada qonağı millət vəkili Hikmət Baboğludur. Hikmət müəllim, salam, xoş gəlmisiniz. Türkpadakı məhz Azərbaycanın fəaliyyətindən danışmaq istəyirəm, amma bundan əvvəl həm də bu ötən dövr ərzindəki bir baş verən hadisələrin, Azərbaycanın həyata keçirdiyi işlərin və ümumiyyətlə Azərbaycanın töhfəsinə toxunaq, daha sonra isə sədrliyin dəyişməsindən danışarıq. Buyurun. Çox sağ olun. Bilirsiniz ki, Türkpa 2008-ci ildə İstanbulda yaradılıbdır, amma ilk plenar iclas 2009-cu ildə Azərbaycanda keçirilibdir və Türkpanın əsasnaməsində onun fəaliyyətinin məqsədləri müəyyənləşdirilibdir. Bu məqsədlər yeni dünyada parlament diplomatiyasının inkişaf etdirilməsi, ortaq maraqların ifadə olunması üçün mühüm platforma kimi Türkpa platformasından istifadə edilməsi, eyni zamanda tövsiyə xarakterli model qanunlarının qəbul edilərək milli parlamentarilərə, yəni milli qanunvericilik orqanlarına təqdim olunması. Burada məqsəd nədən ibarətdir? Qanunvericilik bazasının uyğunlaşdırılması və Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında vətəndaşlarımızın sərbəst hərəkəti, diplomların tanınması, əlaqələrin qurulmasında müəyyən güzəştlərin tətbiq olunması, tutaq ki, mədəni irsimizə, tariximizə, elm, təhsil, səhiyyə kimi məsələlərdə ortaq mövqedən çıxış edərək ortaq qanunlarla tənzimlənməsi. Yəni, Türk Dövlətləri Təşkilatı coğrafiyasında çox uyğun şəkildə dövlətlərin idarə etmə üsullarının bir-birinə daha da yaxınlaşdırılmasıdır. Və bu, çünki vətəndaşlarımız bir-birlərini rahat hiss etsinlər. Eyni zamanda bu xarici siyasət, mədəniyyətlə bağlı siyasət, tarixlə bağlı siyasət ki, Türk Dövlətləri Təşkilatının üzv olan ölkələrin həm də xarici siyasətdə fəaliyyətlərinin koordinasiya bir növ edilməsi, yəni vahid mövqedən çıxış edilməsi, lap kəsə desək. Ona görə də bu istiqamətdə əlbəttə böyük işlər görülübdür. Azərbaycanın sədrliyi isə əlbəttə ki, İngilis dili əlifbasına uyğun olaraq əlifba sırasından rotasiya ilə demək baş katiblər təyin olunur və sədrlik ölkələrə keçir. Azərbaycanın sədrlik müddəti bitdi, Qazaxstana keçdi artıq və sonraki şəkildə də eyni rotasiya üzrə davam edəcəkdir. Azərbaycanın sədrliyi nə ilə yadda qaldı? Hər şeydən öncə Azərbaycanın sədrliyi Türkpaya yeni standartlar gətirilməsindən yadda qaldı. Bu məsələnin bir tərəfi. İkincisi, intensiv şəkildə qanunların uyğunlaşdırılması prosesi və milli parlamentarilərə tövsiyə qanunların göndərilməsindən yadda qaldı. Mədəni irsə münasibətdə, ortaq tarixi irsimizin yaradılmasında Beynəlxalq Türk Akademiyasının ortaq tariximizlə bağlı apardığı tədqiqatlara verdiyi dəstəklə yadda qaldı və mən düşünürəm ki, bu kifayət qədər nəzərə çarpacaq bir hadisə oldu. Astana şəhərində keçirilən plenar iclasda hər dörd ölkənin, yəni qurucu dörd ölkənin hər birinin parlamentlərinin sədrləri Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdilər 4 il müddətində, təşəbbüskarlığı xüsusi önə çəkdilər. Hazırki mürəkkəb mərhələdə parlament diplomatiyasının xüsusi alət kimi istifadə edilməsindən bağlı Azərbaycanın yeni təcrübə yaratdığını qeyd etdilər. Əlbəttə, bu qürur verici idi və mən düşünürəm ki, əslində bu müttəfiqlərimizin, yəni Türk Dövlətləri Təşkilatında olan ölkələrin bizim fəaliyyətimizə verdiyi qiymət idi və nəticə etibarilə əslində Azərbaycanın xarici siyasətinə verdikləri dəstəyi idi. Onun bir model kimi bir növ mənimsəmək imkanları da nəzərdən keçirilməsi idi. Çünki Azərbaycanın, əlbəttə ki, Türkpanın Azərbaycan sədrliyi dövrdə həyata keçirdiyi siyasət şübhəsiz ki, Azərbaycan prezidentinin, Azərbaycan dövlətinin siyasətidir nəticə etibarilə və bunun da qeyd olunması əlbəttə qürur verici idi. Xanım sədr Sahibə Qafarova maraqlı bir çıxış etdi. Azərbaycanın fəaliyyəti dövründən bağlı bir növ qısa hesabat təqdim etdi və eyni zamanda Türkpanı hazırki tarixi mərhələdə milli maraqlarımızın reallaşdırılması üçün mühüm bir platforma kimi səciyyələndirdi. Mən düşünürəm ki,
hazırki mürəkkəb tarix mərhələdə bu çox vacib bir məsələ idi. Bu şəkildə qiymətləndirmə. Eyni zamanda fəaliyyəti dövründə Azərbaycan bu ümumi maraqlarımızın ifadə olunması üçün də bir növ yeni bir təcrübə təqdim etmiş oldu. Bu da mən düşünürəm ki, Türkbanın fəaliyyətinin əsas istiqamətlərindən biri kimi yadda qalacaqdır. İkinci məsələ, yenə Azərbaycanın təşəbbüsü ilə Türkbanın qadın parlamentarilər qrupu var, gənc parlamentarilər qrupu var və onların da ümumi plenar iclasdan əvvəl hər birinin iclası keçirildi. Yəni, göründüyü kimi cəmiyyətin, ictimai maraqlarımızın və yaxud siyasətimizi təyin edən bütün ictimai qrupların hamısının təşəbbüskarlığı üçün imkanlar var. Məsələn, gəncləri nə düşündürür? Türk Dövlətləri Təşkilatına üzv olan gənclər təşkilatlarına. Onların mövqeyi nədir? Çünki nəticə etibarilə bu dövlətlərin gələcəyini gənclər inşa edəcəklər. Yəni, onların təşəbbüskarlığı, bəlkə bugün dünyada baş verən ümumi təhdidlər kontekstində gənclərin daha maraqlı ideyaları var ki, hansı ki bunlar qeyd olundu. Məsələn, belə bir məsələ qoyuldu ki, Türkbanın plenar iclasında qlobal təhdidlərə qarşı kollektiv iradə nümayiş etdirmək. Baxın, gör nə qədər maraqlı, doğrudur mu? Azərbaycan prezidenti öz çıxışlarının birində demişdi ki, hazırda heç bir ölkə tək başına öz təhlükəsini təmin etmək iqtidarında deyil. Yəni, dünya o qədər bir-birindən bağlıdır ki, belə olan halda nə etmək lazımdır? Qlobal təzyiqlərə qarşı bir müqavimət formalaşdırmaq lazımdır, bir immunitet formalaşdırmaq lazımdır ki, bunun da əsası həm də ictimai rəyin məhz bu istiqamətə köklənməsindən keçir. Ona görə də, yəni əgər bu siyasət ictimai rəy tərəfindən dəstəklənəcəksə, demək, nəticə etibarilə dövlət də bu siyasətində ardıcıla biləcəkdir. Dəstəklənməsə olmayacaqdır. Bu mənada qadınlar qrupunun və gənclər qrupunun fəaliyyəti və ayrıca təşəbbüsdən çıxış etmələri mühüm məsələlərdən biri kimi yadda qaldı və ikincisi informasiya müharibəsi. Yəni, artıq hər bir ölkənin fiziki, inzibati vətəni olduğu kimi bir onun informasiya vətəni də var. İndiki mərhələdə informasiya məkanına daha çox təhdidlər, daha çox demək, ekspansiyalar daxil olur kənardan. Və nəticə etibarilə bu bir növ görünməyən məkandır. Yəni, əllə tuta bilmirik informasiyanı, düzdürmü? Sadəcə duyuruq, eşidirik. Belə olan halda insanların şuurunu da biz görə bilmirik. Beyin var, beynin funksiyalarından biri şuurdur, idrakdır, amma onları bir görə bilmirik. Yəni, metafizikadır. İndi onların keyfiyyəti həm də bizim gələcəyimizi təyin edəcək, doğrudurmu? Yəni, Türk Dövlətləri Təşkilatının birgə ümumi maraqlardan çıxış etməyimizi. Bir də bu mənada təhdidlər sırasında kiber təhdidlər, informasiya təhdidləri və bunlara qarşı da kollektiv iradənin qoyulması və kollektiv mübarizə yollarının axtarılması və bunun ən əsası hüquqi bazaya gətirilməsi. Yəni, Türk Parlament Assambleyasında buna qanun forması verilərək təqdim olunması milli parlamentarlara tövsiyə edilməsi. Yəni, göründüyü kimi çox dərin məzmunlu, çox aktual və bugünkü milli maraqlarımız baxımından çox mühüm məsələlər Türkbada müzakirə olunur. Astanada da demək, bu məsələlər ətraflı müzakirə olundu. Plenar iclasın sonunda Astana bəyannaməsi deyilən bir bəyannamə qəbul edildi. Bu da çox maraqlı bir bəyannamə idi. Türkbaya üzv olan ölkələrin deməli, fəaliyyətinin təsbit olunması, yəni bu cümlədən Azərbaycan ötən dövr ərzində nələr görüldü və bu bizim ümumi maraqlarımız kontekstində hansı nəticələrə gətirib çıxara biləcək addımlar olacaqdır. Bu məsələ vurğulandı. Eyni zamanda təkcə Azərbaycanın yox, digər qardaş ölkələrində beynəlxalq münasibətlərdə davranışları, qarşılıqlı maraqlar kontekstində xarici siyasətlərinin müəyyənləşdirilməsi, təyin edilməsi kimi məsələlərə toxundu. Ən nəhayət, onların maraqlarını ifadə edən xüsusi bəndlər dəstəkləndi. Məsələn, hər hansı bir ölkənin hüququ var ki, müəyyən təşəbbüslə çıxış etsin və qarşılıqlı razılaşdırmadan sonra bəyanat öz əksini tapsın. Məsələn, Azərbaycan Parlamentinin sədri, çox hörmətli Sabah xanım Qafarova tərəfindən orada Qərbi Azərbaycanlıların öz tarixi torpaqlarına qayıdış məsələsinin təsbit olunması da təşəbbüskarlıq kimi irəli sürülmüşdür və bu da qəbul edildi. Yəni, bugün artıq bir var, biz Azərbaycanda deyirik ki, Qərbi Azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmalıdırlar. Bu bizim milli maraqlarımız kontekstində mühüm bir vəzifədir. Bir də var ki, bunu 4 üzv ölkə və digər müşahidəçi ölkələr dəstəkləyirlər. Məsələn, Özbəkistan dəstəklir. Orada onlara səs verən hüququ yoxdur, amma bütün hallarda bəyanata qoşulurlar. Kuzey Kıbrısdır,
Özbəkistandır, Macarıstandır və s. və s. Bir də bu kontekstdə. Amma məsələnin mahiyyət nədən ibarətdir? Belə ümumi bəyanatlardan sonra artıq üçüncü dövlətlərin iki tərəfli münasibətlər kontekstində həmin ölkəyə təsir etmə imkanları azalır. Tutaq ki, biz bilirik ki, ermənilər çalışırlar ki, Ermənistan çalışır ki, Qazaxıstandan özünə bir müttəfiq düzəltsin. Bəli. Və nə baş verir? Əgər burada artıq bu bəyanat varsa, iki tərəfli qaydada artıq Qazaxıstanın iradəsinə təsir edə bilməyəcək. Çünki burada Qazaxıstan kollektiv maraqlardan çıxış edir və o imza atıbdır. Kimlər imza atıbdır? Parlamentarilər. Parlamentarilər kimlərdir? Xalqın seçdiyi. Demək, burada xalqın iradəsi var. Bax, yəni bu qədər əhəmiyyətli işlərdir. Ona görə də mən düşünürəm ki, Astana bəyannaməsi xüsusi yadda qalan bəyannamələrdən biri oldu. Hikmət müəllim, baxın, sizin şərhinizdə çox vacib məqamlara toxundunuz və nəticə etibarilə biz həm Azərbaycanın bu müddət ərzindəki öz fəaliyyətini və eyni zamanda bundan sonra dost ölkə Qazaxstana ötürülən sədrlikdən danışdıq. Rəcəb Tayyip Ərdoğanın belə bir cümləsi var idi, yəqin ki, xatırlayırsınızsa, dünya 5-dən böyükdür. Bəli. Və bax, bu proseslər, bu işlər, Türk dünyasının birləşməsi, birlikdə hərəkət etməsi, gəlin elə Budapeşt samitinə toxunaq, orada da çox vacib bəyanatlar oldu, səsləndirildi, liderlərin məhz Budapeşt platformasından dediyi sözləri əminəm ki, bütün dünya eşitdi. Bütün bax, bu danışılanlar, müzakirə olunur, qərarlar qəbul olunur. Və növbəti etapda, baxın, bu Astana bəyannaməsi, oradakı Qərbi Azərbaycan mövzusu və s. Bütün bax, bunların yekununda biz növbəti etapda o 5-dən böyük dünyada Türk birliyini də görə bilərikmi sizcə? Yəni, biz ona doğru gedirikmi? Mən elə gəlir ki, qısaca həm də təhlil ediniz burada. Əlbəttə, biz ona doğru gedirik. Məsələ nədir? Türk xalqları olaraq biz vaxtilə dünyanı idarə edən xalqlar olmuşuq və demək, dünyanın ürəyi olan Avrasiyada söz sahibi olmuşuq. Amma çox təəssüf ki, sonuncu 100 illikdə, təqribən belə deyək, biz bu dünya siyasətinə təsir imkanlarımızı itirmişik. Bizdən də mən kollektiv bizdən danışıram, bütün Türk xalqlarından danışıram. 1918-ci ildən sonra yeni bir dünya nizamı yarandı. Biz bilirik ki, imperiyaların çöküşü idi. O cümlədən Osmanlı imperiyası Birinci Dünya müharibəsindən sonra dağıldı. Yəni, Birinci Dünya müharibəsi dediyimiz kimi mühüm tarix hadisədən sonra qurulan yeni dünyada artıq Türk xalqlarının iradəsi yox idi. Çünki Osmanlı yox idi, çünki Azərbaycanın müstəqilliyini əlindən aldılar, çünki Orta Asiya işğal olunmuşdu Çar Rusiyası tərəfindən, sonra da inqilab gətirdilər ora. Yəni, Birinci Dünya müharibəsindən sonra 18-ci ildən 45-ci ilə qədər olan dövr ərzindəki İkinci Dünya müharibəsində daxil edək bura, bu proseslərdə Türk xalqları dünya siyasətini təyin edən güc kimi çıxış edə bilmədilər. 45-ci ildən sonra yeni bir dünya nizamı yarandı, İkinci Dünya müharibəsinin nəticələrinə uyğun olaraq. Bu çox strateji və paradigmatik nəticələr idi. Nəticə etibarilə dünyanın yeni nizamı, bugün yaşadığımız, şahidlik etdiyimiz bu 45-ci ildən sonra Birləşmiş Millətlər Təşkilatının yaranması və s. və s. Bu prosesdə də biz iştirak edə bilmədik. İndi nə baş verir? Yeni əsrdə, 21-ci əsrdə yeni dünya nizamı kimi belə bir termin işlədirik. O nizama doğru gedən yolda yeni mühüm hadisələr baş verir. Baxın, artıq tarix bizə belə bir fürsət verib ki, Türk xalqları olaraq biz burada iştirak edə bilək. Ayrıca Azərbaycan bu prosesdə iştirak edə bilərmi? İştirak edə bilər. Amma nə qədər təsirli olar? Kollektiv təsirli də olduğu qədər ola bilməz. Ayrıca Türkiyə burada iştirak edə bilərmi? İştirak edə bilər. Amma Orta Asiya türkləri olmasa, Qafqaz türkləri olmasa, Türkiyənin bu siyasət nə dərəcədə səmərəli olar? Yəni, qardaş ölkənin prezidentindən istat gətirdiniz ki, dünya 5-dən böyükdür. Doğrudan da böyükdür. İndi baxın, gəlin görək. Bu fikir sadəcə Türkiyənin səsləndirdiyi fikir kimi olsa mı daha təsirli olar? Yoxsa Azərbaycan prezidentinin dəstəyi, məsələn, Şuşada keçirilən beynəlxalq konferansda dedi ki, yeni dünya nizamında Türk Dövlətləri Təşkilatı güc mərkəzlərindən biri olar. Baxın, başqa bir formada gördünüzmü? Bir də o 5 ölkənin başqa reallıqlarda qurulmuşdu. Artıq dünyamız dəyişib, siyasi gedişlər dəyişib, dünyanın siyasi xəritəsi dəyişib. Yəni, elə davam edə bilmərik sadəcə. Amma o reallıq nədir? Reallıq əslində nə vaxtsa mümkün imkanlar və perspektivlərdir. Kimsə öz iradəsindən o reallığı yaradır. Reallıq budur. Yəni, reallıq özündə yaranmır ki. İndi bax, o yeni artıq 3-cü dəfə ki, dünyada görünür, yeni tarazlıq yaranacaqdır, yeni mövqelər, yeni iradələr formalaşacaqdır, yeni hegemonlar olacaq, olmayacaq, mən bilmirəm. Amma bütün hallarda bu, hər halda
çox qütbü olacaqdır. Çünki proseslər ona doğru gedir. Burada artıq biz söz sahibi olacağıq. Yəni ən azından yəni dünya siyasətində Türk ağırlıqlı bir güc mərkəzi olacaqdır ki, Recep Tayyip Erdoğan'ın dediyi də budur. Ondan sonra Azərbaycan prezidentinin dediyi də budur və Orta Asiya ölkələrinin buna dəstəyi də elə bundan ibarətdir. Ona görə də mən düşünürəm ki, əlbəttə ki, dediyiniz mənada əgər Türk dünyasını, Türk Dövlətləri Təşkilatının coğrafiyasına baxın. Biz bayaq Avrasiya dedik. Yəni Macaristandan, Dunay çayından başlamış, hara qədər gedir, Saxa-Yakutiyaya qədər gedir, Monqolistana qədər gedir və tərkibə baxın. Bütün dünyada bugün qurulan beynəlxalq təşkilatlar dini identiklik üzərindən çıxış edir. Amma Huntington 21-ci əsri dini və milli bənzərlik əsri kimi səciyyələndirmişdir. Doğrudan da elə hadisələr ora gedir. Amma Türk Dövlətləri Təşkilatı nə edir? Necə bir birlikdir? Baxın. Avropa İttifaqı xüsusi birlikdir, dünya siyasətini təyin edir və nədir? Xristian klubudur. Ondan sonra İslam Əməkdaşlığı Təşkilatı nədir? Dini əlamətə görə İslam Əməkdaşlığı Təşkilatıdır. Beynəlxalq münasibətlərdə sivilizasiyaların toqquşması harada baş verir? Xristian, İslam və s. Buddizm və s. Düzdürmü? Əsas etibarilə bölgü belədir, klassik. Amma Türk Dövlətləri Təşkilatına baxın. Macarlar türkdülər, xristiandırlar. Monqollar türkdülər, buddistdilər. Azərbaycanlılar türkdülər, müsəlmanlar. Yəni gördünüzmü? Tamamilə yeni keyfiyyətdə, sırf universal dəyərlər üzərindən. Eynən. Amma mütləq milli etnik kök nəzərə alınmaqla, dil birliyi alınmaqla, nəzərə alınmaqla. Mənə elə gəlir ki, 2009-cu ildə əslində Türk Dili Dövlətlərinin Əməkdaşlığı Təşkilatı yaradıldı. O da Naxçıvanda yaradıldı 2009-cu ildə. Və bu Azərbaycanın intellektual brendi hesab oluna bilər, strateji brendi hesab oluna bilər. Yəni gördünüzmü? Dünyada o beynəlxalq təşkilatların formalaşmasının əsaslarını biz dəyişdik. Bir inqilab oldu. Yəni biz dünyaya göstəririk ki, yəni belə bir təşkilatla qurmaq olar ki, orada bütün dinlərdən və bütün demək eyni etnik kökdən gələn xalqların birliyi mövcud olsun. Bu mühüm bir hadisədir. Ona görə də əlbəttə ki, TÜRKPA da məhz struktur vahid etibarilə Türk Dövlətləri Təşkilatının tərkib hissəsidir, Türksoy-un tərkib hissəsidir, Beynəlxalq Türk Akademiyası da, Türk Mədəniyyət İrsi Fondu və s. və s. Baxın, görürsünüzmü, sadaladım bu təşkilatların adı nəyə görə? Yaşadığımız o ortaq etnomədəni sərhəd çərçivəsində bütün sahələrə nüfuz edə biləcək və milli şuuru ümumi Türk dövlətləri maraqları kontekstində yenidən yarada biləcək bir təşkilatlanmadan söhbət gedir. Təşkilatlanma da heç şübhəsiz ki, Budapeştdə keçirilən Türk dövlətləri liderlərinin, dövlət başçılarının sammiti də qeyri-rəsmi olsa da elə ən az rəsmi qədər də statusluydu, müzakirə olunan məsələlər də və s. Elə Türk bayrağının da, Türk dünyasının bayrağının da qərbdə dalğalanması da təsadüfi deyildi. Hikmət müəllim, çox sağ olun, təşəkkür edirik. Və vurğulayım ki, studiyada qonağı millət vəkili Hikmət Babaoğlu idi. Biz onunla birlikdə TÜRKPANın Azərbaycan sədrliyi ərəfəsindəki fəaliyyətindən və sədrliyin Qazaxstana ötürülməsi, eyni zamanda Türk dünyasından danışdıq.